Bax qardaş, bu soldan birinci knopkanı vuranda görsən ki 38.5 yazılıb. Tamam mı? Soldan birinci knopkanı vuranda bu yanıb sönür. Bunu yendirirsən aşağı, gətirirsən aşağı. Yendirirsən aşağı, bu gəlib düşür. İndi toyuqdadır da bu. 37.8. 37.8. Bunun başqa ayarına ehtiyac yoxdur. Yəni bax, soldakı knopkanı bir dəfə tutur, bir dəfə basırsan, burada yanıb sönür 37.7. Sən bunu basıb saxlayıb soldakı knopkanı, bunu buradan aşağı da sala bilərsən, ondan yuxarı da qaldıra bilərsən. Burada çətin bir şey yoxdur. Yəni qaz üçün olmalıdır 38.5. İndi bu toyuqdur hazırda. Yəni ayarı bu cür regulovka eləyəsən. Toyuq üçün də, qaz üçün də, hər hansı bir heyvan çıxardan da yumurta qoyanda. Ayarın buradan yəni rahat şəkildə istifadə edə bilirsən. Soldan birinci knopkanı tutub vurub çəkirsən, başlayıb bu yanıb sönməyə. Yanıb sönən vaxtı istədiyin dərəcəyə aşağı yuxarı qoya bilirsən.